Salam, hər vaxtınız xeyir olsun. Biz bugün 9-cu sinif yeni test toplusundan, natural ədədlər mövzusundan ilk 60 sualın izahına baxacağıq. Eyni tipli suallardan yalnız birini izah edəcəm, çünki eyni tipli suallarda yalnız rəqəm dəyişmiş forma olur. İzah etdiyim üsulla digərini yaza bilərsiniz. Bizim burada əsas məqsədimiz sualları əzbərləmək yox, sualların gedişatını başa düşməkdir. Başlayaq. Natural ədədlərdən ilk 60 sualın izahına. Birinci sualda bizə deyir ki, ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. Bu ədədi tapın. Qalıqlı bölmədə bölən natamam qismət qalıq. Gətirib bizə verdiyi ədədləri uyğun olaraq yerinə yerləşdirsək, cavabımızı çox rahatlıqla tapa bilərik. Ədədi 17-yə böldükdə, hansı ədədi 17-yə böldükdə bilmirik. X bir ədədini 17-yə böldükdə. Natamam qismətdə 3, qalıqda 16 alınır. X-i tapmaq üçün 3 vurulsun 17, üstə gəlsin 16. Bu da eləyəcək 51, üstə gəlsin 16, cavabımız olacaq 67. 67 olacaq D variantında. Üçüncü sual, ikinci də eyni tiplidir. Yenə ədədi 19-a böldükdə natamam qismətdə 3, qalıqda isə 14 alınır. X bölünsün 19 bərabərdir 3, qalığımız olacaq 14. Eyni üsulla tapacağıq. Deyir ədədlərdən hansı 18-ə qalıqsız bölünür? 18-ə bölünmə əlaməti həm 2-yə, həm də 9-a bölünmə əlamətlərinin hər ikisindən istifadə edəcəyik. Bu suallarda variantları işləməliyik. Ümumiyyətlə, məsələn, 4-cü sualda 15-ə qalıqsız bölmə deyir. 15-ə qalıqsız bölünür dedikdə 15-ə bölünmə əlaməti həm 3-ə, həm 5-ə bölünsün. 25-ə bölünmə əlaməti sonra 25, 50, 75 qoşa sıfırla bitən ədədlərdir. 12-ə bölünmə əlaməti 3-ə və 4-ə bölünən ədədlərdir. Yəni həm 3-ə bölünsün, həm 4-ə qalıqsız bölünsün. Bu formada hər ikisinin hamısını tapa bilərik. Baxaq 18-ə. Variantlarla işləsək, 3-cü sualda bizə A variantında 84.111 verib. B variantında 74.374. C variantında 47.754. D variantında 84.335, Y variantında isə 47.235 verib. Birinci 2 bölmədən istifadə edəcəyik. 2 bölmə əlaməti sonu cüt ədədlə bitən bütün cüt rəqəmlə bitən bütün ədədlər 2-yə qalıqsız bölünür. Sonu təkdir, 2-yə bölünməyəcək, sonu cütlü bölünəcək, sonu cütlü bölünəcək, sonu təkdir, bölünməyəcək, sonu təkdir, bölünməyəcək. Gördünüz, asanlıqla 3 variantımıza çıxa bildik. Gəldik 9-a bölünmə əlaməti rəqəmlərinin cəmi 9-a bölünən ədədlər 9-a qalıqsız bölünür. Bunun rəqəmlərini cəmləsək, bu bizə verəcək, deməli, 11, 21, o da 4, 25. Digərini cəmləsək, 4, üstə gəlsin 7, üstə gəl 7, üstə gəl 5, üstə gəl 4. Bu da bizə verəcək 27. Həqiqətən də görürük ki, hər iki ədəddən yalnız 27 9-a qalıqsız bölünür. Deməli, cavabımız olacaq bizim C variantı. Gəldik 5-ci suala. Bir x-in hansı qiymətində 2x 3, 5, 4 üstü xətt ədədi 9-a qalıqsız bölünür. Yenə dediyimiz kimi 9-a bölünmək üçün rəqəmlərinin cəmi 9-a bölünməlidir. Bura müəyyən rəqəmlər qoya bilərik. Ona görə də açıq sual olmadığı üçün biz çalışacağıq ki, variantlarla işləyək. Baxsaq, 2 üstə gəlsin x, üstə gəlsin 3, üstə gəlsin 5, üstə gəlsin 4 bizə verəcək 14, üstə gəlsin x. Variantlarla işləsək, A variantında bizə verib 7, B variantında verib 9. C variantında verib 2, D variantında verib 5, Y variantında isə verib 4. Gətirib hər birində x-in yerinə qoysaq, bu eləyəcək bizə 21, bu eləyəcək 23, bu eləyəcək
16, bu eləyəcək 19, bu eləyəcək 18. Həqiqətən də bu ədədlərin içərisində yalnız 18 9-a qalıqsız bölünür. Ona görə deməli yerinə 4 qoyduqda bu ədəd özü də 9-a qalıqsız bölünəcək. Cavabımız olacaq Y variantı. Gəldik 7-ci suala. Deyir ki, ədədlərdən 2-yə və 5-ə bölünəni göstərin. Bunu həm 2-yə bölünmə əlamətindən, həm də 5-ə bölünmə əlamətindən istifadə edə bilərik. 2-yə bölünən ədədlər sonu cütlən bitənlər, 5-ə bölünənlər sonu 0 və 5-dən bitənlər. Amma belə baxdıqda həm 2-yə, həm də 5-ə bölünürsə, bu ədəd özü asanlıqla 10-a qalıqsız bölünür deməkdir. Bu ədəd özü ona qalıqsız bölünürsə, ona bölünmə əlaməti sonu 0-la bitən bütün ədədlər ona qalıqsız bölünəcək. Bizim də sonu 0-la bitən bir dənə variantımız var. O da Y variantında 1690-dır. Gəldik 9-cu suala. Bizə deyir ki, kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Kitab, dəftər, qələm birlikdə qiyməti 16 manatdır. Hər biri deyir 2 manat artarsa, hər birindən bir ədəd almaq üçün nə qədər pul lazımdır? Hər biri 2 manat artarsa, ümumi məbləğin üzərinə artan məbləği gələcək. Bizim 8 manatımız artıb. 2 üstəgəlsin 2, üstəgəlsin 2, üzr istəyirəm, 6 manatımız artıb. 16-nın da üstünə 6 gəlində eləyəcək cavabımız bizim 22. Y variantı. 11-ci sual. Ədədi deyir 7-yə böldükdə qalıq hansı ədəd ola bilməz? Variantlarınızı yazın, sonra sualın izahını verəcəm. Ədədi 7-yə böldükdə yadımızda saxlayırıq. Qalıq heç vaxt bölənə bərabər və böləndən böyük ola bilməz. Əgər qalığımız bölənimiz 7-dirsə, qalığımız heç vaxt 7 və 7-dən böyük heç bir şey ola bilməz. Burada da 7 olmadığına görə 7-dən böyük axtaracağıq. O da bizdə təkcə B variantını verib 8. On üçüncü suala baxaq. Deyir, ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 5, ulduz, 6, 2, 4 rəqəmi nə dedi? 9-a qalıqsız bölünsün. 9-a bölünmə əlaməti rəqəmlərinin cəmi 9-a bölünməlidir. 13, üstə gəlinsin ulduz. Yenə variantlarla işləyəcəyimiz bir sual. A variantında verib bizə 1, B variantında verib bizə 9, C variantında verib bizə 2, D variantında verib 0, Y variantında isə verib 5. Gətirib yerinə qoysaq, burada eləyəcək 14, burada eləyəcək 22, burada eləyəcək 15, D variantı 13, Y variantı isə 18. Həqiqətən də bu ədədlərin içərisində yalnız 18 9-a qalıqsız bölünür. Ona görə də cavabımız olacaq Y variantı. 15-ci suala baxaq. 38 vurulsun 57. Üstə gəlinsin. 42 vurulsun 57. Çıxılsın 38 vurulsun 37. Çıxılsın 42 vurulsun 37. Çox vaxt uşaqlar imtahanda bu suallarda hər hasili ayrı tapırlar, sonra toplama çıxma əməlindən istifadə edirlər. Bu da onların müəyyən qədər vaxtını alır. Ona görə də gəlin ilk ikisinə baxaq. Hər ikisində ortaq nəyimiz var? 57-miz. 57-ni çıxartsaq qalacaq 38 üstə gəlsin 42. Çıxılsın. Hər ikisindən mənfini çıxartdım və hər ikisində ortaq olaraq 37 var. 37-ni də çıxarsam qalacaq 38 üstə gəlsin 42. Və yenə hər ikisinə ayrı-ayrılıqda baxsam, hər ikisində ortaq 38 üstə gəlinsin 42 var. Onu çıxartsam qalacaq 57 çıxılsın 37. 38-in üstünə 42 gələndə eləyəcək bizdə 80. 57-dən də 37 çıxanda bizdə eləyəcək 20. Cavabımız da olacaq 1600. Y variantı. Gəldik 17-ci sualımıza. 17-ci sualda bizə verib ki, əkop 19 38 çıxılsın əbob 12 13.
Ekobu hesablamaq üçün A dedi B-nin bölənidir. A dedi B-nin bölənidirsə, Əbu Babi A-ya, Əkü Babi B-yə bərabərdir. Burada da B bizim B-nin yerində 38 dayandı. Nə olacaq? 38. Çıxılsın. Qarşılıqlı sadə ədədlərin əbubu 1-ə, əkubu isə hasilə bərabərdir. Əbub istədiyinə 1 yazacaq. 38 çıxılsın 1 eləyəcək bizə 37. Cavabımız olacaq B variantı. Gəldik 19-cu suala. Bölünəni 4 dəfə azaltdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın. Ümumiyyətlə, toplumunu işləmək üçün müəyyən qədər biliyə malik olmamız lazımdır ki, natural ədədlərdə məsələn kəsirlərdən istifadə edə bilərik, necə ki o sualda istifadə edəcəyik və müxtəlif bölmələrdə müxtəlif mövzulardan istifadə edə bilərik. Bu tipli sualların ən asan yolu bu formadadır. C bərabərdir A bölünsün B. Bizə deyir ki, bölünəni 4 dəfə azaltdıqda, yəni A-nı 4 dəfə azaltdıqda, A ilə C düz mütənasib olduqda C də 4 dəfə azalacaq. Deyir, böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın, yəni qismət olsun 3C. C bölünsün 4-ü 3C'yə gətirmək üçün 12-yə vurmağım lazımdır. Yəni 12 dəfə artırmağım lazımdır. Əgər C-ni mən 12 dəfə artırıramsa, B ilə bu A ilə düz mütənasib olsa da B ilə tərs mütənasibdir. B-ni mən 12 dəfə azaltmalıyam. 12 dəfə azaltmalıyam. 12 dəfə azaltmaq da olacaq bizdə D variantında. Gəldik 21-ci suala. 21-ci sualda bizə deyir ki, N-in hansı qiymətlərində əbob N 10 bərabərdir N-ə. Yəni A-ya bərabər olub. Deməli bizdə A dedi B-nin böləni olub ki, əbobumuz A-ya bərabər olub. Əkob olsaydı bizdə 10-a bərabər olmuş olacaqdı. N deməli bizdə bərabər olacaq bölənləri 1, 2, 5, 10. Bu da olacaq bizdə C variantı. Gəldik 23-cü suala. 23-cü sualda bizə belə bir şey verib. 100 çıxılsın 99. Üstə gəlinsin 98. Çıxılsın 97. Üstə gəlinsin 96. Çıxılsın 95. Üstə gəlsin nöqtələr, üstə gəlsin 2, çıxılsın 1. Deməli, burada nə edəcəyik? Baxın, bunu 2-2 qruplaşdırsaq, 100 çıxılsın 99, 1. 98 çıxılsın 97, 1. 96 çıx 95, 1. 2 çıxılsın 1, eləyəcək 1. Burada neçə cüt olduğunu bilmək üçün 2-2 qruplaşdırmamıza 100-ü böləcəm 2-yə. Burada olacaq bizdə 50 cüt. Hər 50 cütdən də hərəsi 1-ə bərabər olduqda 50 vurulsun 1 bərabər olmuş olacaq bizdə 50-yə. Cavabımız olacaq D variantı. Baxırıq 25-ci suala. 25-ci sualda bizə verib ki, N bərabərdir 1 vur, 2 vur, 3 vur. Mən özüm axıra qədər yazmıram. Ona kimi verib. Vurulsun 10. Üstə gəlsin 32. Ədədin 18-ə bölünməsindən alınan qalığı tapın. Bu ədədi 18-ə bölmək üçün mən bu ədədimin özünü 18-ə bölməliyəm. Bu ədədi 18-ə böldükdə ortada toplama olduğu üçün mən bunu 2 dənə kəsrə ayıra bilirəm. Yazıram 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, 5 vurulsun, 6 vurulsun, 7 vurulsun, 8 vurulsun, 9 vurulsun, 10 bölünsün 18, üstə gəlinsin 32 bölünsün 18. 3 vurulsun 6 ilə 18-i aparsaq, burada da qalan hasilləri, daha doğrusu vuruqları bir-birinə vursaq, müəyyən hasil almış olaraq ki, ona da bir M natural ədəd deyək. Yəni 1-2-yə vuranı, onda 4-ə, 5-ə, onda 7-yə, 8-ə, 9-a, 10-a vurduqda müəyyən bir ədəd alacaq ki, bu ədəd bizə maraqlı deyil. Bizə əsas maraqlı olan bu hissədir. 32-ni 18-ə böldükdə 1 qalıq 14 alınır. Üstə gəlsin 1 qalıq 14. Bizdən də qalıq soruşur. Qalığımız olacaq 14. 25-də 14 A variantında. Gəlirik 27-ci suala. 27-ci sualda bizə verib ki 2A, 3B, 8 üstü xət. Ədədin deyir 3-ə bölünə tam bölünərsə A üstə gəl B ədədi hansı ola bilməz. Yəni bu rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Bu da eləyəcək bizdə 13 üstə gəlinsin A üstə gəlinsin B.
Bayaqki ulduz məsələlərindən də eyni. Sadəcə ulduzun yerinə A üstə gəl B verib. Variantlarla işləyəcəyik. A variantında olacaq 8, B variantında olacaq 5, C variantında olacaq 7, D variantında olacaq 11, Y variantında olacaq 2. Hansı bir bizə ola bilməz? A üstə gəl B'nin yerinə 8 qoysam olacaq 21, 3'e bölünür. 5 qoysam 18, 3'e bölünür. 7 qoysam 20, 3'e bölünmür. 11 qoysam 24, 3'e bölünür. 2 qoysam 15, 3'e bölünür. Bir dənə bölünməyən oldu. O da C variantında. Gəldik 29-cu suala. A bərabərdir. 6 vurulsun. 8 vurulsun. 35. Ədədinin neçə müxtəlif sadə vuruğu var? Bunu götürüb nə bayda bir-birinə vurub onu sadə vuruqlarını ayrım eləməyin. Gəlin hamısını ayrı-ayrılıqda ayıraq. 6 bizdə olacaq 2 vurulsun 3. 8 olacaq 2 vurulsun 2 vurulsun 2. 35 olacaq 5 vurulsun 7. Bunu biraz sadələşdirsək, yəni səliqəli formaya salsaq, bu formada olacaq. 2'ləri önə yazırıq. Vur 3, vur 5, vur 7. Neçə müxtəlif sadə vuruğu var deyirsə, təkrarlananları götürməyəcəm. 2'ləri bir dənə kimi götürəcəm. 3'dən bir dənə, 5'dən bir dənə, 7'dən də bir dənə. Ümumilikdə 4 müxtəlif sadə vuruğu olmuş olacaq. Cavab olacaq Y variantı. Gəldik 31-ci suala. 31-ci sualı bayaq səhv eləmirəmsə dedim təxminim. Yenə də baxaq. 31'də bizə deyir ki, A ədədi B-nin böləni olarsa, əbubabi nəyə bərabərdir? A ədədi B-nin böləni olarsa, əbubabi A-ya, əkubabi B-yə bərabərdir. A olan cavab da bizdə B variantındadır. Gəldik 33-cü suala. A ədədi B-nin böləni olarsa, əkubabi nəyə bərabər olar? İndi dedik, əkubabi də bərabər olacaq B-yə. Bu da bizdə olacaq B variantı. Gəldik 35-ci suala. 35-ci sual bizə deyir ki, təkliklərdən hansı doğru deyil? Yine variantlarla işləməli bir sualdır. A variantında deyir ki, tək ədədlə cüt ədədin hasili tək ədəddir. Yadınızda saxlayın. İstəyir təki cütə vuraq, istəyir cütü cütə vuraq. Nəyi cütə vursaq cavabımız cüt olacaq. Tək ola bilməz. Elə birinci baxan kimi doğru olmayan A variantı olduğu görünür. Amma gəlin digər variantları da yoxlayaq. Bunu necə yoxlayacaq? Tək ədəd cüt ədədə vurduqda. Məsələn, 3 vurulsun 2. Elə də 6 cütdür. Amma bizə deyir ki, təkdir. Deməli, bu düzgün cavab deyil. B variantında 2 tək ədədin hasili tək ədəddir. Həqiqətən də 3 vurulsun 3 bərabər də 9 tək ədəddir. C variantında 2 cüt ədədin hasili cütdür. 2 vurulsun 2 bərabərdir 4. Bu da cütdür bizdən. Gəldik D variantında. 2 sadə ədədin hasili mürəkkəb ədəddir. Məsələn, 2 dənə sadə ədəd götürək. 2 vurulsun 5, 10. Həqiqətən 10 mürəkkəbdir, amma 2 ilə 5 sadədir. Y variantında sadə ədədli mürəkkəb ədədin hasili mürəkkəb ədəddir. Məsələn, sadə ədəd 2-dir, mürəkkəb ədəd 6-dır, hasili olacaq 12, yəni mürəkkəb ədəd. Yəni B, C, D, Y variantlarının hamısı doğru olacaq. Bir dənə doğru olmayan variantımız olacaq A variantı. Gəldik 37-ci suala. 37-ci sualda bizə əkop hesablamağı deyir. Mən sizin yerinizdə olsam, əkop hesablamaqçı 60'ı sadə vuruqlarına ayırım, 175'i sadə vuruqlarına ayırım, ortaqları dairə eləyim, sonra birini götürüm, ortaq olmayanları götürüm, ona vurum, iş uzanacaq. Hər ikisindən ortağı çıxardım. Hər ikisindən ortağı çıxarsam, hər ikisində ortaq 5'dir. Vurulsun. Əkop. 5'i çıxartsam qalacaq 12. 5'i çıxarsam qalacaq 35. 12 ilə 35 bir-biri ilə deməli qarşılıqlı sadə ədədlər olacaq. Yəni ortaq vuruqları olmayacaq. Qarşılıqlı sadə ədədlərin əkobu da bir-birinin hasilinə bərabərdir. Bu da olacaq bizdən 5 vurulsun 12 vurulsun 35. Bu da verəcək bizə 2100. 2100 də bizdə D variantında. Gəldik 39-cu suala.
Natural ədədlər elə bir mövzudur ki, çox vaxt elə tipli suallar var ki, onları rəqəmlərinə işləməlisən. Normalda riyaziyyatda heç də belə şeyləri sadəcə məcburiyyətdən artıq bizə deyir ki, 39-cu sualda məsələn, n və n tək ədədlər olarsa ifadələrin hansının qiyməti cüt ədəddir. İfadələrimi yazıram. Birinci n və n təkdir. Gəlin n-ə bir dənə tək ədəd deyək 1, n-ə tək ədəd deyək 3. Gətirək variantlarımızı yazaq. A variantında olacaq bizdə m üstəgəlin, daha doğrusu n vurulsun n. B variantında olacaq m üstəgəl n. C variantında olacaq 2n kvadratı üstəgəlsin m. D variantında olacaq n üstəgəlsin 2m. G variantında olacaq 3n üstəgəlsin 2m. M-ə 1 dedik. N'in yerinə 3 qoyaq, ifadələrimizi hesablayaq. 1 vurulsun 3, eləyəcək 3. 1 üstəgəlsin 3, eləyəcək 4. 2 vurulsun 3'ün kvadratı, üstəgəlsin 1. Bu da eləyəcək bizdən 19. 3'ün kvadratı 9, 2'yə vuranda 18, üstündə 1 gələndə 19. 3 üstəgəlsin 2 vurulsun 1, bərabər olacaq 5. 3 vurulsun 3, üstəgəlsin 2 vurulsun 1, eləyəcək 11. Bizdən deməli 39'da soruşur ki, hansı cüt ədəd olar? Cüt bir dənə B variantındadır. Gəlirik 41-ci suala. Yenə variantlarla işləməli bir sualdır. 41-ci sualda bizə deyir ki, həm 2, həm də 3'ə bölünəni göstərin. Gəlin variantlarımızı yazaq. A variantında verib bizə B variantı 650, C variantı 945, D variantı 3321, Y variantı 1608. Həm 2'yə deyir bölünsün, həm də 3'ə. Sonlarına baxaq. Sonu tək olanları çıxaq. Bunlar cütlü qalacaq. Bu təkli çıxacaq, bu təkli çıxacaq, bu cütlü qalacaq. 3'ə bölünmə əlaməti rəqəmlərin cəmi 3'ə bölünməlidir. Bunun rəqəmlərini cəmi eləyəcək 13. Bunun rəqəmlərini cəmi eləyəcək 11. Bunun rəqəmlərini cəmi eləyəcək 15. Bunlardan 3'ə bölünür, yalnız 15'dir. Cavabımız olacaq G variantı. Gəldik 43-cü suala. 43-cü sualda deyir ki, 3 ildən sonra anarla kənarın yaşlarının cəmi 23 olacaq. Anar üstəgəlinsin kənar. 3 ildən sonra anarın da yaşı 3 yaş artacaq. Kənarın da yaşı 3 yaş artacaq. Bunların yaşı ümumilikdə 6 yaş artacaq. Yəni bunların indiki yaşının üstünə 6 yaş gəlsəm, mənə bunların 3 il sonraki yaşlarının cəmini verəcək. Deyir mənə anarla kənarın indi neçə yaşı var? Anar üstəgəlsin kənar. Tənlik kimi həll eləsək, 23'dən 6 çıxacaq. Eləyəcək bizdən 17. Deməli, indi anarla kənarın yaşlarının cəmi 17'dir. Cavabımız olacaq D variantı. Gəldik 45-ci suala. Eyni 39 tipli sualdır. %45'te bizə deyir ki, n tək m cüt olarsa, n-ə bir dənə tək ədəd deyək, m-ə də bir dənə cüt ədəd deyək. İfadələrdən hansının qiyməti tək olar? Burada istədiyiniz rəqəmləri, ədədləri götürə bilərsiniz. Sadəcə mən ən kiçikləri götürürəm ki, hesablamada bizə rahat olsun. A variantı da verib bizə m üstəgəlsin n. B variantında verib m vur n. C variantında verib m vurulsun m üstəgəlsin n. D variantında verib 2n vurulsun m üstəgəlsin n. Y variantında verib 3n üstəgəl 1. Gətirib bunları yerinə qoysaq, 2 üstəgəlsin 1 eləyəcək 3. 2 vurulsun 1 bərabərdir 2. Bizdən təki soruşur. 2 vurulsun 2 üstəgəlsin 1 eləyəcək 6. 2 vurulsun 1 üstəgəlsin 2 üstəgəlsin 1. Daha doğrusu 2 1 vurulsun 2 üstəgəlsin 1. Bu da eləyəcək bizdə 6. 3 vurulsun 1 üstəgəlsin 1 eləyəcək 4. Bizdən təki soruşur. Tək bir dənə A variantındadır. Gəldik 47-ci suala. 47-ci sualda deyir ki, ədədlərdən neçəsi sadədir? Ədədlərimizi yazaq. 29,
46, 101, 119, 122. Sadə ədədlər o ədədlərə deyirik ki, özünə və birə bölünsün. Mürəkkəb ədədlər 2 və daha artıq böləni olan ədədlərə mürəkkəb ədədlər deyəcəyik. 2 baxmayaraq ki, cütdür, sadədir. 23 sadədir. 1-ə və 23-ə bölünür. 29 yalnız 1-ə və 29-a bölünür. Sadədir. 46 1-ə, 46-ya, 2-yə, 23-ə bölünür. Ona görə mürəkkəbdir. 101 sadədir. Uşaqlar çox vaxt şaşır, tək ədəd olduğu üçün 119-u sadə götürür. Amma unutmayın ki, 119 özü 7-yə bölünür. Ona görə mürəkkəbdir. 122 də həmçinin mürəkkəbdir. 2-yə bölünür. Ən azı bildiyimiz qədərindən. Çünki cütdür. 1-ə bölünəcək, 122-yə bölünəcək və daha artıq bölənlərini tapmaq olar. Bizdən sadələri soruşur. Daha doğrusu neçə dənə sadə ədəd olduğunu soruşur. Bunlardan da yalnız 4'ü sadədir. 4 olan variant da olacaq bizdə D variantı. Gəldik 49-cu suala. 49-cu sualda verib bizə ki, deməli 64.000, daha doğrusu 60.423, 32.034, 33.206, 24.036, 40.265. Bu ədədlərdən deyir neçəsi 6-ya tam bölünür. 6-ya bölünmək üçün həm 2-yə, həm də 3-ə bölünməlidir. 2-yə bölünmə əlaməti sonuncu cüt olmalıdır. Ona görə bunu çıxacağam. Sonuncu cüt olmayanları çıxıram. Qalır bunlar. 3-ə bölünmə əlaməti rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Bunun rəqəmlərinin cəmi eləyəcək 12. Bunun rəqəmlərinin cəmi eləyəcək 14. Bunun rəqəmlərinin cəmi eləyəcək 15. 3-ə bölünənlər lazımdır. 14 3-ə bölünmür. Ona görə bunu da çıxıram. Mənim qalır 2 dənə ədədim ki, bunlar 6-ya qalıqsız bölünür. 2 də olacaq Y variantında. 51-ci sual. Bayaq bu tipli sualdan birini yazdıq. Deyir, bölünəni 6 dəfə artırdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın. S bərabərdir A bölünsün B. Bölünəni 6 dəfə artırdıqda, bunu 6 dəfə artırdıqda S'miz də 6 dəfə artacaq. Yəni olacaq 6S. Böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə azalsın. Yəni S olsun, S bölünsün 3. Bunun S bölünsün 3 olması üçün mən bunu 18'e bölməliyim ki, ixtisar genəldə S bölünsün 3 qalsın. 18'e bölmək 18 dəfə azaltmaq deməkdir. S'ni 18 dəfə azaldıramsa, B 18 dəfə artacaq. 18 dəfə artmaq Y variantındadır. Gəldik 53-cü suala. Ümumiyyətlə addım məsələsi olduqda bizə deyir ki, Abbasın addımı 90 cm, Eldarın addımı 80 cm-dirsə, hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar? Addım məsələsində əkobdan istifadə edəcəyik biz. Bu iki ədədin əkobunu tapacağıq. Əkob 80, 90. Hər ikisində ortaqları çıxarsam onu çıxardaram. Qalar bizdə vurulsun. Əkob 8, 9. Bunlar qarşılıqlı sadə ədədlər olduğu üçün əkob olacaq hasili yenə 72. Onu da ona vırsaq 720. Cavabımız olacaq 720 cm. Y variantı. 55. 55'də bizə bir ədəd verib. Bir neçə minlik var. Minlikləri soruşduğu üçün biz bunu minə böləcəyik. Minə böldükdə cavabımız 530. Qalıqda da hər hansı bir ədəd alınacaq. Qalığa fikir vermirik. Bizə lazım olan tam hissədir. Yəni natmal qismət daha doğrusu. Neçə minlik var dediyi üçün minə böldüm. 55'də deməli 530. Cavabımız olacaq Y variantı. 57. Bölən 5 olarsa alınabilən qalıqların cəmini tapın. Bölən 5-dirsə qalığımız 5-dən kiçik ədədlər olacaq. Daha doğrusu rəqəmlər olacaq. 4, üstə gəlsin 3, üstə gəlsin 2, üstə gəlsin 1. O da bərabər olacaq 10'a. Cavab olacaq A variantı. Gəldik sonuncu 59-cu suala. Bizə deyir ki, təkliflərdən hansı doğru deyil? Təkliflərdən hansı doğru deyil? A variantında verib bizə. 2 cüt natural ədədin cəmi həmişə cütdür. Həqiqətən də 2 üstə gəlsin 4 bərabərdir 6. Bunu istənilən natural ədəd üçün, cüt natural ədəd üçün yoxladıqda görəcəksiniz ki, cavab həqiqətən də cütdür. B variantında
Natural ədədlərin cəmi həmişə natural ədəddir. Həqiqətən də doğrudur. 2 + 3 = 5. C variantı. Natural ədədlərin fərqi həmişə natural ədəddir. Bura diqqət edirik. Məsələn, 7 çıxılsın 4 bərabər olacaq 3-ə. Natural ədəddir. Amma 7 də natural ədəddir, 4 də natural ədəddir. Çıxdı mı oldu natural ədəd. Amma məsələn 4 də natural ədəddir, 7 də natural ədəddir. Bunları bir-birindən çıxdıqda cavabımız olacaq -3. Bu həmişə natural ədəd alınır deyə bir şey yoxdur. C variantı səhvdir. Bunlar düzdür. C variantı səhvdir. Gəlin digər variantlarımızı yoxlayaq. D variantında deyir ki, natural ədədlərin hasili həmişə natural ədəddir. Həqiqətən 5 vurulsun məsələn 6, 30. Bunu istənilən üçün yoxlasaq yenə natural ədəd alınacaq. Y variantında deyir ki, 2 tək natural ədədin cəmi həmişə cüt ədəddir. Baxın 1 + 1 bərabərdir 2. Məsələn 3 + 5 bərabərdir 8. Görürük ki, həqiqətən də cüt alınır. Bu da düzdür. Bizdən yanlışı soruşur, yəni doğru deyil. Doğru olmayan da bir dənə C variantındadır.